İnnovativ Təhsil Mərkəzindən mən ingilis dili müəllimi Ayda Marif. Bu günlərim sizə 5-ci, 9-cu siniflərə aid bəzi sualları izah edəcəm. Birinci sualımız There was time to think about the problem. Gördüyünüz kimi bu testdə açar sözümüz time sözüdür, yəni sayılmayan isimdir. Variantlara qeyd edirik. Many özündən sonra cəm isim gəlməlidir. Demək ki, time sözünə uyğun deyildir. Few özündən sonra cəm isim gəlməlidir. Demək ki, o da uyğun deyildir. Much haqqında fikirləşəcəyik. Few-da, few və few-nun fərqindən birazdan danışacağım. Few-dan sonra da cəm isim gəlməlidir. Demək, o da bizim sayılmayan ismimizə aid deyil. Any olan cümlə ya sual cümləsi olmalıdır, ya da ki, o cümlədə inkarlıq olmalıdır. Baxırıq ki, cümləmiz nə sual cümləsidir, nə də inkar cümləsidir. Demək, any də doğru bənd deyildir. Doğru bəndimiz C. There was much time to think about the problem. İndi isə keçək variantlarımızda few və few arasındakı fərqə. Bir çox şagirdimdən bu sual mənə gəlmişdir ki, müəllimə, few və few arasında fərq nədir? A little və ya little arasında fərq nədir? Qarşıda bu gördüyünüz azlığı bildirsə də müsbət mənada azlıqdır. Yəni azdır, amma bizə kifayət edər. Lakin qarşıda heç bir artikl yoxdursa, bu deməkdir ki, elə bərabərdir yoxluğa, yəni no-ya bərabərdir. Deməli, qarşıda olan artikl, artiklı bizə müsbət azlığı bildirir. Lakin qarşıda artiklın olmaması elə yoxluğa bərabərdir. İndi keçək növbəti sualımıza. İkinci sualımız 8-ci siniflərimizə aid bir sualdır, preposition'a aiddir. I went to the theater. Gördüyümüz kimi saat, saatların qarşısında mütləq at preposition işlənir və həftə günləri və day ilə bitən sözlərin qarşısında on preposition işlənir. Bəndimiz C bəndi. Bir digər sualımız altından xətt çəkilmiş sözün sinonimini seçin. Sinonimlərə aid bir sualımızdır. 8-ci siniflərimizə aiddir. She posted the letter a week ago. Deməli, post göndərmək feilidir. Baxırıq, göndərmək sözünün sinonimi sent, göndərdi. Let's go there at once. Gəl ora, dərhal gedək. I want to see with my own eyes. Mən öz gözlərimlə görmək istəyirəm. İndi baxaq görək, əvəzliklər. 9-cu sinif buraxılışına aid çox maraqlı bir sualdır. Nöqtələrdən sonra isim gəlməmişdir. Əgər nöqtələrdən sonra isim gəlməyibsə, onda biz some və anydən istifadə edə bilmərik. Çünki some, any özündən sonra isim tələb edir. Demək ki, variantımız çıxdı. Keçək digərimizə. Anything, nothing və everything. 3 variantımız törəmədir və bu cümlədə mütləq ki, törəmə istifadə olunacaq. Baxaq. Gəl ora dərhal gedək. Mən gözümlə, əgər ora getmək istəyirsə, bu necə getmək istəyir ki, heç nəyə görmək istəmir. Məntiqi mənaya görə heç nəyi görməmək doğru deyildir. Anything işlətməyim üçün cümlədə sual və ya nəsə bir inkar olmalıydı. Amma anything-i uyğunlaşdıra biləcək nə sual cümləsi var, nə inkar cümləsi var. B bəndi də getdi. Gəl dərhal ora gedək. Mən hər şeyi öz gözlərimlə görmək istəyirəm. Everything. Doğru bəndimiz D bəndi. Növbəti sualımız 6-cı sinif sualına aiddir, 6-7-ci siniflərə aiddir. Sifətin müvafiq dərəcəsini tapırıq. As adi dərəcəyə aiddir. The story is not as long as that one. As harda gördünüzsə, mütləq adi dərəcəli sifətdən istifadə etməlisiniz.
Bir digər sualımız yenə sifətə aiddir. Sifətlərimiz 6-7-ci siniflərə aid suallardır. Peter is boy in our class. Bu cümləmizdə açar sözümüz in prepositionudur. Əgər in prepositionu varsa, demək ki, cümlədə sifətin üstünlük dərəcəsi istifadə olunmalıdır. Lazy olmaz. The laziest, əlbəttə ki, doğru bəndimiz B bəndidir. The lazy doğru yazılış deyil, adi dərəcədə deyil. Burada da article yazılmamışdır. Doğru bəndimiz B bəndidir. Və sonuncu sualımız, lazımı zərfi seçirik biz burada. I can't find my dictionary. Diqqət edirik, bu tip suallarda əgər inkarlıq varsa, o inkarlıq nəzərə çarpsın deyə mütləq işarəliyim. Can't deyirsə nöqtələr və nöqtələrdən sonra isim verilməmişdir. Demək ki, bizə törəmə lazımdır. Can't deyirsə bir cümlədə ingilis dilində yalnız bir inkar ola bilər. Dərhal nowhere, yəni no olan cümlə çıxdı. No olan variantımız çıxdı. Can't deyirsə some'la olan variantlarımız da çıxdı. İndi baxırıq. Anywhere, everywhere. Deyir ki, mən lüğətimi heç yerdə tapa bilmirəm. Hər yerdə tapa bilmirəm, heç yerdə. Hər yerdə tapa bilmirəm, biraz məntiqi tərcüməyə uyğun deyil. Doğru bəndimiz C bəndidir. Mən lüğətimi heç yerdə tapa bilmirəm. İzahı sizin üçün mən verdim. İnnovativ Təhsil Mərkəzinin İngilis dili müəllimi Ayda Maarif. Bizim təkmilləşdirmə dərslərimiz yay boyunca davam edəcək. Dərslərimizə qoşulmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın.